Salam əziz tələbə adını qazanmaq istəyən şagirdlərimiz, bugün Güvən 2024 test toplusunun artikl mövzusunun suallarına baxacağıq. Gəlin birinci sualdan başlayaq. İlk öncə onu demək istəyirəm ki, bilirik ki, artikl ingilis dilində definite, yəni müəyyənlik Z artiklı və indefinite qeyri-müəyyənlik EN artiklıdır. Adlarından göründüyü kimi müəyyən bir isimdən danışdığımız zaman Z artiklı işlədirik. Sayıla bilən tək isimlərin qarşısında isə EN artiklını işlədəcəyik. Z həm sayılan, həm sayılmayan, həm tək, həm cəm isimlərin qarşısında işlənə bilir. Amma EN artiklı yalnız saya bildiyimiz tək isimlərlə işlədilir. Yəni əşyanın tək bir olduğunu göstərir. Hər hansı bir əşya haqqında ümumi danışarkən EN artiklından istifadə edirik və bundan başqa da bir çox işlənmə yerləri var. Həm EN artiklının, həm də Z artiklının. İndi variantlara baxdıqca bir-bir harda necə işlənir, onları izah eləyəcəyik. Başladıq birinci variantda. Deməli, Azerbaijanis like to have good dinner. Azərbaycanlılar yaxşı nahar etməyi, gözəl nahar etməyi sevirlər. Azərbaycan istəyəndə biz bunu millət olaraq götürdüyümüzə görə millətlərin qarşısında Z artiklını işlədirik. Have dinner'də, have dinner, have supper, have breakfast'lərdə burada heç bir artikl yoxdur. Amma dinner, breakfast, supper'ın qarşısına bir təyin edici gələrsə, o zaman burada E artiklını işlədəcəyik. Bu da olacaq B variantı. İkinci suala baxırıq. Ölkə, şəhər adlarının qarşısında artikl işlədilməz. Amma ölkələrdən sonra Republic, sonra Kingdom, Federation, State, Emirate, bu tipdə sözlər gələrsə, o zaman qarşısında Z artiklını işlədirik. Burada heç bir artikl olmayacaq. Bu da olacaq Y variantı ikincidə. Üçüncüyə baxırıq. Everest, easy. Sifətin Everestdən başlayaq. Tək zirvə, dağ zirvələrinin qarşısında işlədilməyəcək. Amma Himalayas dağ silsilələrinin qarşısında Z artiklını işlədəcəyik. Sifətin üstünlük dərəcəsində qarşısında işlənəcək. Deməli, bir zirvədən söhbət gedirsə, orada artikl yoxdur. Amma silsilə şəklində dağlar formasındadırsa, o zaman Z artiklını işlədirik. B variantı olacaq, düzgün variant buradadır. Dördüncü suala baxıram. Dördüncü sualda bəzi sifətlərimiz var ki, onlar qarşısında Z artiklını qəbul etməklə həm isimləşir, həm də cəmləşir. The young, the old, the rich, the poor, the weak, the strong, the deaf, the blind və s. The young gənclər deməkdir. The old yaşlılar mənasını verir. Burada da düzgün variantımız B variantı olacaq. Növbəti suala baxırıq. Deməli, çalmaq və oynamaq mənalarında play sözünün əgər oynamaq deyiriksə, heç bir artikl olmayacaq. Məsələn, play football, play chess burada yoxdur. Amma çalmaq mənasında isə play the piano, play the guitar-da Z artiklını işlədəcəyik. In the sitting room burada da Z artiklını veririk. Söz önləri ilə yer bildirən sözlərin arasında Z artiklını işlədirik. Bu da olacaq C variantı, düzgün variantımız. Altıncı suala baxırıq. Altıncı sualda burada moon görürük. Ay deməkdir, göydəki ay. Dünyada tək olan isimlərin qarşısında Z artiklını işlədirik. The moon, the sun, the earth, the world, the sky və s. Burada da sifətin üstünlük dərəcəsinin qarşısında Z artiklını işlədəcəyik. Burada da düzgün variant C variantıdır. 7-ci suala baxırıq. Bu tip suallarda biraz ehtiyatlı oluruq. Çünki tərcümə mütləq şərtdir. Yəni Chinese, English sözlərinin burada dil yoxsa millət olduğunu göstərdiyinə baxacağıq. Buradakı bizə speak sözü kömək eləyəcək. Speak danışmaq deməkdir. Chinese speak, yəni Çin dili danışır deməyəcəyik. The Chinese, yəni Çinlilər danışır millət olaraq götürəcəyik. Ona görə qarşısına Z artiklını işlədəcəyik. Danışır
Burada da English, yəni İngilis dilini danışır deyəcək. Ona görə heç bir article olmayacaq. Yəni millətlərin qarşısında işlədirək. Chinese'dir, Japanese'dir, English'dir. Bu tipli sözlərdə biraz həm dil, həm də millət olaraq götürəndə çətinlik çəkə bilərsiniz. Mütləq şəkildə tərcümə lazımdır. Düzgün variantımız burada A variantı olacaq. Növbəti suala baxırıq. Növbəti sualda nə görürəm burada? You gave me, təyin budaq cümləsi var. Sənin mənə verdiyin kitab. Artıq məlum məsələdən, məlum kitabdan söhbət gedir. Ona görə qarşısında the article-ını işlədəcək. The book you gave me, sənin mənə verdiyin kitab. Last sözü də burada diqqət lastdır, weekdir, nextdir, thisdir. Bunlar özlərindən sonra zaman bildirən sözlər week, year, month kimi sözlər gəlirsə, o zaman burada article işlətməyəcək. Bunlardan başqa bir isim gələrsə, boy, room, tree, people, student kimi sözlər gələrsə, the article-ını işlədərək sifətin üstünlük dərəcəsini göstərmiş olacağıq. Last week keçən həftədir. Next year gələn, every year, this year, this day, this week, this month kimi verdiyimiz zaman qarşısında heç bir article istifadə olunmayacaq. Burada düzgün variant C variantı oldu. Növbəti suallarımıza baxırıq. 9-cu sualda deməli 9-cu sualda nəyə fikir verəcəyik? Sifətin üstünlük dərəcəsi var. Burada artıq bildik ki, the article işlənəcək. Ölkə adlarını qarşısında işlətməyəcək. Burada mountain söhbət gedir. Yəni, Ben Nevis'in nə olduğunu bəlkə coğrafiyadan bilmirik. Amma burada deyir ki, the highest mountain, ən hündür binadır Britaniyada. Deməli, tək dağ adındır. Dağ adı olduğu zaman nə dedik? Dedik ki, qarşısında heç bir article işlətməyəcək. O da düzgün variant C olacaq. Madrid 10-cu suala baxırıq. Madrid şəhər adıdır, işlətməyəcək. Spain şəhər adıdır, işlətməyəcək. The capital of, bu oflu birləşmələrdə the article-ını işlədirik. Burada da olacaq. E variantı düzgün variant. Yuxarıda da qeyd etdiyi the poor, the rich, the article-ını isimləşdirir və cəmləşdirir bəzi sifətləri. Hər ikisində də var. C variantı doğrudur burada. Gobi Desert 12-ci suala baxırıq. 12-ci sualda səhraların qarşısında the article-ını işlədəcək. Most inhospitable the article-ını işlədəcək. Sifətin üstünlük dərəcəsinin qarşısıdır. In the world, burada da the article-ını işlədəcək. Düzgün variantımız A variantı olacaq. Yuxarıda qeyd etdim. World-dur, sky-dır, earth-dur, moon-dur, sun-dur. Dünyada tək olan isimlər the article- ilə işlədir. Bundan da əlavə burada in sözü var. Yəni yer bildirən söz önləri ilə o yeri ifadə edən sözlərin arasında işlədəcək. On the table, in the room, məsələn deyə bilərik among the children verdiyimiz zaman orada the article-dan istifadə edirik. 13-cü suala baxırıq. 13-cü sualda şəhər adlarıdır. Cairo, Egipt, bunların qarşısında işlətməyəcək. Dedik ki, oflu birləşmələrdə the article-ını işlədirik. Düzgün variantımız E variantı olacaq. Big Ben is one of most 14-cü suala baxırıq. 14-cü sualda Big Ben işlətməyəcəyik. Heç bir article-a ehtiyac yoxdur. Most prominent sifətin üstünlük dərəcəsi də olacaq. Yuxarıda da qeyd etdik Kingdom, Federation, Emirate, Republic kimi sözlərin qarşısında the article-ını veririk. Burada ikincidə the article-ını işlədəcəyik. Most prominent the article var. Burada da the article var. Sifətin üstünlük dərəcəsidir. Deməli, düzgün variant burada. Dəqiqə nəyi? Birincidə işlətmədik. One of the most prominent.
İkinci də Z article oldu. Üçüncüdə də oldu. Burada da olacaq Y variantı, doğru variant. Education system in United Kingdom. Burada Kingdom sözünə görə Z article-ını veririk. Birləşmiş Krallıqdakı təhsil sistemi artıq bizə məlumdur. Hansı təhsil sistemi, ona görə burada məlum isimlərin qarşısında Z article-ını işlədirik. Düzgün variantımız burada 15-ci sualda A variantı olacaq. 16-cı suala baxırıq. Basketball is more popular in China than football. Deməli, burada ümumi bir məlumat verir ki, Çində basketbol futboldan daha məşhurdur. Ümumi məlumat verdiyimiz zaman biz an article-ından istifadə edəcəyik. Yəni Z article-ı işlətməyəcəyik. Z article-ını işlətmirik. Ona görə Z olanları çıxdım. Çünki ikisində də eyni işlətməli işlədiriksə. Burada basketbol, futbol sayıla bilən, sayıla bilməyən isimlərimizdən bilirik ki, idman adları sayıla bilməyən isimdir və sayıla bilməyən isimlərin qarşısında an article işlədilməz. Ona görə də heç nə işlətməyəcəm. Düzgün variantımız D variantı olacaq. 17-ci suala baxırıq. 17-ci sualda Greece yer adıdır, işlətməyəcək. Oflu birləşmələrdə də dedik ki, Z article-ını veririk. B variantı doğru variantdır. 18-ci suala gəlirik. Yenə burada dilmi yoxsa millətmi kimi tərcümə edəcəksə, o tərcüməyə. Burada baxın, is spoken deyir, danışılır. Danışılırsa deməli burada dil danışılır. İngilis dili danışılır deyirəmsə, burada heç bir article-a ehtiyac yoxdur. Burada da was sözünün qarşısında dedik ki, artıq article var. Düzgün variantımız burada da B variantı olacaq. London şəhər adıdır, article yoxdur. Çayların, okeanların, sea, river, ocean, channel bunların qarşısında Z article-ını işlədirik. Oflu birləşmələrdə də dedik ki, Z article-ını işlədəcəyik. Burada da düzgün variantımız C variantı olacaq. Baku 20-ci suala baxırıq, şəhər adıdır, article işlətmirik. Caspian Sea varsa, bəli, burada Z article-ını işlədirik. Dedik ki, sea, river, ocean, ümumiyyətlə çay, dəniz qarşısında işlədirik. Deməli, burada düzgün variantımız D variantı oldu. Növbəti suala baxırıq, 21-ci sual. 21-ci sualda nə var? 21-ci sualda hər ikisini də veribdir. 21-ci sualda. Deməli, yuxarıda birinci sualda qeyd etdik ki, have breakfast, have dinner, have supper. Bu tiplərdə, yəni burada heç bir təyin edici olmayacaq, yəni article verməyəcəm. Amma əgər bu breakfast, supper, dinner sözlərinin qarşısında bir təyin edici varsa, o zaman o zaman onun qarşısında article-ını işlədəcəyik. Yəni birincisində olmayacaq, amma ikincisində olacaq. Bu da Y variantıdır. 22-ci suala baxırıq. My uncle is farmer. Peşə adlarının qarşısında an article-ını işlədirik. Job sayıla bilən tək isimdir. Sayıla bilən tək isimlərin qarşısında an article işlədirik. Burada işə deyil, qarşısında verilmiş təyin edicinin sait ya da samit olduğuna baxaraq burada an article-ını işlədəcəyik. Yəni bildiyimiz kimi an article-ını sait səslərlə başlayarsa, hərf deyil, səsə baxaraq an article-ını işlədəcəyik. Sait səsdirsə, article-ını işlədəcəyik. Əgər isimin qarşısında təyin edici varsa, yəni burada interesting sözü kimi təyin edici varsa, o zaman biz həmin təyin edicinin sait ya da samit səslə başlamağına görə article-ımızı verəcəyik. Burada da olacaq düzgün variantımız B variantı. 23-cü suala baxırıq. West End, East End, The City, bunlar Londonun hissələridir. Hissələrinin qarşısında biz Z article-ını işlədirik. Yəni burada The West End verəcəyik. The main character, commercial, burada Z article olacaq. London isə şəhər adıdır, olmayacaq. C variantı düzgün variant oldu. Növbəti sualımıza baxırıq. Növbəti sualımızda isə yenə $24-cü suala baxırıq. Cup of tea, a cup of tea
Bunu artıq sayıla bilən, bilməyən isimlərin biz təyin edici kimi götürəndə vermişdik. A cup of tea, a glass of water, a jar of, a bottle of, a kilo of verdiyimiz zaman burada a artiklını istifadə edirik. Everydir, this'tir, last'tır. Bunlar özlərindən sonra zaman bildirən ifadə gətirirsə, burada heç bir artikl istifadə etməyəcək. Morning, evening, week, month, year kimi sözlər gətirirsə, işlətməyəcək. Ümumiyyətlə, every, this, every'nin qarşısında ümumiyyətlə işlətməyəcək. Amma last'la next'in qarşısında bunlar həm də sifətin üstünlük dərəcəsi olduğuna görə bunların qarşısında işlədə də bilərik, işlətməyə də bilərik. Nə vaxt gözlərindən sonra zaman bildirən ifadələr gəlir, o zaman the artiklını işlədəcəyik. The last, the next, növbəti, ən sonuncu kimi özlərindən sonra zaman ifadəsi, məsələn, last morning, last year, last week, last month dediyimiz zaman işlətməyəcəyik. Burada düzgün variantımız olacaq. Düzgün variantımız olacaq Y variantı. Baxırıq 25-ci suala. 25-ci sualın ki, birbaşa buradan başladım. At the moment bir ifadədir hal-hazırda. Burada bu ifadəyə görə elə burada Z artiklını yazacağım. Nəyə görə? Çünki məlum isimlə danışırıq. Deyir, hal-hazırki hava. Hansı havadan danışıram? Ümumiyyətlə havadan danışmıram. İndi bu dəqiqəki olan havadan danışıram. Ona görə qarşısında Z artiklını işlədəcəm. Burada da May aydır. Ayların, həftənin, günlərinin qarşısında heç bir artikla ehtiyac yoxdur. İşlətməyəcək. Düzgün variant A variantı olacaq. 26-cı suala baxırıq. 26-cı sualda play sözünü görürəm və özündən sonra futbol deyirsə, deməli burada oynamaq mənasını verirsə, oynamaq mənasında heç bir artikl istifadə etməyəcək. Yuxarıda da dedik ki, ayların, həftənin, günlərinin qarşısında artikl istifadə etmirik. Düzgün variantımız burada C olacaq. Növbəti suala baxırıq. Növbəti sualımız 27-ci sualdır. 27-ci sualda Köroğlu addır. Ad olduğuna görə istifadə etməyəcək. Burada hero sayıla bilən tək isim var. Onun qarşısında E artikl işlədirəm. Burada bəs sözü var. Sifətin üstünlük dərəcəsinin qarşısında Z artiklını işlədirəm. Burada isə ölkə adı var. Heç bir artikla istifadə etməyəcəm. Yəni birincidə yoxdur. İkincidə E-dir. Üçüncüdə Z-dir. Dördüncüsündə isə heç nə yoxdur. Düzgün variantımız D variantı oldu. In the Middle Ages işlədəcək. Spain, England şəhər adıdır, işlətməyəcək. Greatest sifətin üstünlük dərəcəsində işlədəcək. In the world sözündə qarşısında işlədəcək. Yəni birincidə var, ikincidə yoxdur, üçüncü, dördüncüdə varsa C variantı doğrudur. Burada Dr. Fry, Dr. Mrs. Mr. Mrs. bunlar adam adlarını göstərir. Cənab doktor, professor filan kəs deyəndə burada heç bir artikla ehtiyac yoxdur. Çünki adam adlarının qarşısında, ölkə şəhər adlarının qarşısında biz artikl işlətmirik. Burada baxıram USA, bayaq dedik ki, nə var? Əgər qarşısında United States deməkdir. State, Kingdom, Federation, Republic varsa qarşısında Z artiklını işlədəcəyik. Burada da Kingdom var, işlədəcəyik. Yəni birincidə yoxdur, ikinci və üçüncüdə var. Bu da A variantındadır. 30-cu suala baxırıq. 30-cu sualda nə var? Oflu birləşmələrdə Z artiklını veririk. Avropa, Europe ölkə adı olduğuna görə istifadə etməyəcək. Alp dağları deyilir. Dedik ki, əgər tək ad, dağ adından söhbət gedirsə Z artiklı yoxdur. Amma dağ silsilələrindən söhbət gedirsə Z artiklını istifadə eləyəcək. The Alps, the Himalayas, the Ants, Ant dağları, Alp dağları, Himalay dağları dediyimiz zaman Z artiklından istifadə edirik. Yəni birinci, ikinci də var, üçüncü də yoxdur. Burada da düzgün variantımız Y variantı olacaq. Növbəti suala baxırıq. Növbəti sualımızda yenə kanal deməkdir. Z artiklını veririk. Sifətin üstünlük dərəcəsinin qarşısında Z artiklı var. World sözünün qarşısında Z artiklı var. Düzgün variantımız A variantıdır.
John has white t-shirt, blue jeans. John'un ağ köynəyi var, ağ bir köynəyi var. Yəni sayıla bilən tək isimlərin qarşısında an artiklını işlədirik. Burada isə cins cəmsimdir. Heç bir artikla ehtiyac yoxdur. Yəni məlum köynəkdən, şalvardan danışmadığına görə, hansı köynəkdən, şalvardan danışmadığına görə, danışdığını bilmədiyimizə görə z artiklını işlətməyəcəyik. Cins cəmdə olan bir isimdir. an artiklını vermədiyimizə görə boşluq buraxırıq. T-shirt isə sayılan tək isim olduğuna görə artiklını işlədəcəyik. Burada da düzgün variant C variantı olacaq. 33-cü suala baxırıq. Burada yenə Chinese dil kimi yoxsa millət kimi tərcümə edirik. Ona baxacağıq. I would like to learn. Öyrənmək istəyərdim. Nəyi? Çin dilini. Dildən söhbət gedirsə, burada artikel yoxdur. Easy language deyir. Language burada sayıla bilən tək isimdir. Easy sait səslə başladığına görə qarşısında an artiklını işlədəcəyik. An easy language. Düzgün variantımız burada olacaq. C variantı. 34-cü suala baxırıq. 34-cü sualda yenə Japanese are very kind people. Burada Japanese dil kimi götürə bilmərəm, Yapon dili verə bilmərəm. Çünki millətdən söhbət gedir. Cümlənin ümumi tərcüməsi deyir ki, Yaponlular mehriban xalqlar, mehriban insanlardır. Ona görə mən burada z artiklını işlədəcəm. Yəni dil kimi tərcümə edəcək heç bir variantım yoxdur. People sözü sayıla bilən cəmsimdir. Cəmsimlərin qarşısında an artiklı işlətmirəm. Məlum söhbət danışmadığına görə, ümumi bir məlumat verdiyinə görə burada artikla ehtiyac yoxdur. Ona görə düzgün variantımız olacaq. Burada da C variantı. Keçdik buradan 35-ci suala. 35-ci sualda Buckingham Palace artikla ehtiyac yoxdur. Westminster Abbey artikla ehtiyac yoxdur. Houses of Parliament isə burada Z artiklını oflu birləşmələrdə işlədirik. Düzgün variant burada birincidə, ikincidə yoxdur. Üçüncüdə də Y variantı doğru variantdır. Most people, baxın burada most people-ı görürəm. Most'u yuxarıda bir neçə dəfə gördük və orada biz most'un qarşısında Z artiklını işlətdik və sifətin üstünlük dərəcəsi kimi götürdük. Bunu bir-birindən necə ayıracağıq? Baxın burada 2 dənə var. Most people, bir də most beautiful pictures var. Əgər özündən sonra isim gələrsə, bu təyin edici kimi, yəni əksəriyyət sözün kimi götürüb heç bir artikl işlətməyəcək. Yox, özündən sonra sifət gələrsə, bu da sifətin üstünlük dərəcəsi kimi götürüb Z artiklı ilə verəcək. Most people əksər insanlar, the most beautiful ən gözəl, the most beautiful picture ən gözəl şəkil kimi tərcümə edəcəyik. Deməli burada birincidə yoxdur. Üçüncüdə var. Üçüncüdə də ki volt sözünün qarşısında var artıq. Volt sözünün qarşısında isə artıq var. Keçdik, düzgün variant burada nə olacaq? Birincidə yoxdur, ikinci və üçüncüdə var. Düzgün variantımız D variantı olacaq. Növbəti suala baxıram. 37-ci suala. 37-ci sualda Hyde Park. Qarşısında heç bir artikla ehtiyac yoxdur. Baxın, most beautiful özündən sonra sifət gətirirsə, sifətin üstünlük dərəcəsi kimi götürür. Londonda şəhər adıdır. Qarşısında ehtiyac yoxdur Z artiklını verməyə. Demək, birincidə yoxdur. İkincidə ortada bir dənə varsa, burada da D variantı olacaq. Düzgün variant. Növbəti suallarımıza baxırıq. 38-ci sual. 38-ci sualda mountain sözü var. Sayıla bilən tək isimlərin qarşısında artiklını işlədirəm. Burada rəqəm var, miqdar sayı varsa heç bir artikla ehtiyac yoxdur. Düzgün variantımız Y variantıdır. 39-cu suala baxıram. No mistake, yəni no ilə isimin arasında artikl işlətməyəcəyik. No özündən sonra ümumiyyətlə artikl gətirmir. İkincidə second sözü var. Second sıra sayıdır və biz sıra sayılarının qarşısında Z artiklını işlədirik. Amma
burada Toms, yəni qarşısında yəli əvəzliyi olarsa ya da ismin yəli halı olarsa, o zaman artikla ehtiyac yoxdur. Əgər burada Toms sözü olmasaydı the second deyə bilərdim, amma yenə təkrarlayıram, yəli hal, ismin yəli halı, yəli əvəzliklər varsa artikl yoxdur sıra saylarının qarşısında. Yəni heç birisində olmadığına görə düzgün variantımız A variantı olacaq. Nile çay adıdır. Buradan bilirik ki çaydır. Ona görə qarşısında Z artiklini işlədirik. Sifətin üstünlük dərəcəsi Z işlənir. World sözünün qarşısında Z işlənir. Düzgün variantımız Y variantı oldu. 41-ci suala baxırıq. Burada D sözünü görürəm. Sayıla bilən tək isimlərin qarşısında E artiklini işlədirəm. Burada da yenə D sözünü görürəm. Sayıla bilən isimlərin qarşısında E artiklini işlədirəm. C variantı düzgün variant oldu. Növbəti suala baxıram. Növbəti sualımız Teacher asked him to read poem on page 26. Müəllim ondan 26-cı səhifədəki şeiri oxumağını dedi. Artıq burada hansı müəllim hansı şeiri oxumağını bizə artıq məlumdur. Məlum olduğuna görə qarşısında Z artiklını işlədəcəyik. The poem on the page, yəni 26-cı səhifədəki şeirdən danışır. Hansı şeir? 26-cı səhifədəki şeir. Artıq bizə məlumdur. Deməli, bunu soruşan şeir məlumdursa, deməli soruşanın da kim olduğu, hansı müəllim olduğu məlumdur. Ona görə hər ikisinin qarşısında Z artiklini işlədəcəyik. C variantı doğru variantdır. 43-cü suala baxırıq. Doctor is person who treats people. Burada baxın, ümumi bir məlumat verir. Həkim o insandır ki, insanları müalicə edir. Hansı həkim, hansı insanları bilmirik. Ümumi bir məlumat götürürük. Ona görə qarşısında E artiklini işlədirik. E artiklini işlədəcəyik. Çünki həkim o insandır. Ümumi məlumat. Burada da people cəm olduğuna görə qarşısında heç bir artiklla ehtiyac yoxdur. Düzgün variantımız burada B variantı olacaq. 44-cü suala baxırıq. Burada da bir ifadələr var. Tell the truth, tell a lie. Tell the truth, tell a lie. Yəni ifadə şəklində öyrənsəniz daha yaxşı olar. Düzgün variantımız D variantıdır. Indians speak. Burada Indians millət olaraq götürürük. Indian deyəndə Hindistandır. Indians Hindistanlılardır. Ona görə Hindistanlılar dediyimizə görə Z artiklini işlədəcək. Speak English, yəni speak English deyirsə ingilis dilində danışır. Ona görə burada artikla ehtiyac yoxdur. More differently than, burada artıq the English, yəni ingilislərdən daha fərqli danışır. Hindlilər ingilis dilini ingilislərdən daha fərqli danışır. Yəni buradakı ingilis dilidir, buradakı isə ingilis millətidir kimi tərcümə eləyəcəyik. Ona görə birincidə yoxdur, amma ikincidə Z artiklini işlədəcəyik. Düzgün variantımız burada olacaq. Variantları görək. Düzgün variantımız burada olacaq. A variantı. Növbəti suala baxırıq. Növbəti sualımız yenə German English 46-cı suala baxırıq. 46-cı sualda German English burada nə var? Almaniyalı ingilislər arasında. Burada yəni millət olaraq götürmürük. Bir dəqiqə. There are a lot of similarities between German and English. Burada heç bir artikel yoxdur. 46-cı sualda. Burada heç birisində artikel istifadə etməyəcəyik. Ehtiyac yoxdur. Almaniya ilə ingilislər arasında heç bir artikel istifadə etməyəcəyik. Düzgün variantımız burada. 46-cı sualda düzgün variant B variantı olacaq. Şəhər olaraq, ölkə olaraq götürürük. Amma bir dəqiqə, burada tərcüməni götürəndə mən fərqli tərcümə elədim. There are a lot of similarities between German, Alman and English deyir isə, olmayacaq heç bir artikel B variantı doğrudur.
47-ci suala baxırıq. The poor, bunu artıq dedik yuxarıda. Sifətlərin qarşısında the article işlətməklə biz onu isimləşdirib cəmləşdiririk. The east, the east end, west end the var. Burada da yenə hamısında the olacaq. The rich, B variantı burada da doğrudur. 48-ci suala baxırıq. Every week, dedik ki every sözünün qarşısında article yoxdur. Have rain, rain sayıla bilməyən isimdir. Ona görə qarşısında heç bir article ehtiyac yoxdur. Every week there is heavy rain in our region. Bizim deyir bölgədə hər həftə ağır yağışlar olur. Yəni ümumi məlumat verir deyiniz, artiklına ehtiyac yoxdur. Rain sayıla bilməyən isim olduğuna görə an artiklına da ehtiyac yoxdur. Yenə burada düzgün variantımız A variantı oldu. 49-cu suala baxırıq. 49-cu sualda he was quite talented. He could read the books in the, burada the original əslindən at the age of hər hansı bir yaş dönəmində olanda burada at the age of bunu da bir ifadə kimi götürsəz daha doğru olar. Düzgün variantımız C variantı olacaq. Thames çay adıdır. Qarşısında the article işlədirik. Longest sifətin üstünlük dərəcəsidir. The article işlədirik. England şəhər ölkə adı olduğuna görə işlətməyəcəyik. Sea dənizlərin qarşısında the article-ını işlədirik. Burada Y variantı düzgün variant olacaq. 51-ci suala baxırıq. She sent me postcard from Italy last week. Postcard sayıla bilən tək isimdir. Article-ını işlədirəm. Italy şəhər adıdır, işlətməyəcəm. Last week sözünün qarşısında da işlətməyəcəyik. Dedik, bunu artıq izahını verdik. Düzgün variantımız C variantı olacaq. We are going to see the Statue of Liberty. Oflu birləşmələrdə the article-ını işlədəcəyik. This weekend-də də heç bir article-a ehtiyac yoxdur. Bunu artıq izah elədik. Düzgün variantımız A variantıdır burada. Növbəti suallara baxaq. Növbəti sualımızda 53-cü sualda. 53-cü sualda I wrote her on the back of the sheet. Burada 53-cü sualda hər ikisində the article var. Vərəqin arxa hissəsində nömrəsini yazdı. Hansı vərəqin arxa hissəsi? Oflu birləşmələrdə the article var. Burada da yəni hansı vərəqin arxa hissəsinin nömrəsini yazıbsa artıq hansı vərəqdə yazdığı bəlli olduğuna görə istifadə eləyəcəyik. The article-ın hər ikisində D variantı düzgün variantdır. That was incredible story. Story sayıla bilən tək isimdir. Incredible asayid səsindən başladığına görə an article-ını verəcəyik birinci tərəfdə. About the president of America. Burada heç nə istifadə etməyəcək. Düzgün variantımız Y variantıdır. 55-ci suala baxırıq. Did you buy? We looked at. Baxın, burada yenə təyin budaq cümləsi görürəm. Sən deyir, bizim baxdığımız maşını aldın. Hansı maşını? The car olacaq. Çünki artıq məlumdur. Biz o maşına baxmışıq. Bilirik hansı maşından söhbət gedir deyinə orada the article-ını işlədəcəyik. Look at the day before yesterday-də burada artıq ifadədir. Sırağa gün baxdığımız maşını deyir aldın. Hər ikisində də the article-ını verəcəyik. Burada da düzgün variantımız olacaq Y variantı. Növbəti suallara baxırıq. 56-cı sual. 56-cı sualda The children saw monkey at zoo. Nəyə diqqət yetirəcəyik? Burada 56-cı sualda monkey sayıla bilən tək isimdir. Ümumiyyətlə burada dedik, bayaq yuxarıda qeyd elədik. At the zoo, on the table, in the room və s. işlətdiyimiz zaman burada the article-ını veririk. Deyir ki, uşaqlar zooparkda meymun gördülər. Meymun da burada sayıla bilən tək isim olduğuna görə article-ını işlədəcəm. Burada da düzgün variantımız A olacaq. 57-ci suala baxırıq. Animals in the world. Whales are köpək balıqları dünyada ən böyük heyvanlardır. Hansı köpək balıqlarından söhbət gedir
bilmirik. Yəni ümumi məlumat verir, bilmirik deməyək. Yəni burada ümumiyyətlə məlumat verir deyinə artıq ehtiyac yoxdur. Z artiklını işlətməyə. Cəm isim olduğuna görə an artiklını da işlətmirəm. Biggest sifətin üstünlük dərəcəsidir. World sözünün qarşısına z artiklını verirəm. Düzgün variant burada B variantı olacaq. 58-ci suala baxırıq. 58-ci sualda I saw insect flying in the room. Burada artıq bilirik, dilimizdə belə uyğunlaşıb in the room, in the living room veririk z artiklını. Insect sayıla bilən tək isimdir. Ona görə qarşısında side səslə başladığına görə an insect. Mən deyir, qonaq otağında uçan bir milçək gördüm. Düzgün variantımız burada D variantı olacaq. 59-cu suala baxırıq. Europe is continent and 59-cu sual. Europe nədir? Ölkə şəhər adı olduğuna görə burada heç bir artikla ehtiyac yoxdur. Yəni işlətməyəcəyik. Kontinent sayıla bilən tək isimdir. İstifadə edirik. Tasmania is an island adadır. Avropa deyir bir qitədir. Tasmania isə bir adadır. Yəni burada artıq sayıla bilən tək isimlərin qarşısında işlədəcəyik. Düzgün variantımız burada olacaq C variantı. 60-cı suala baxırıq. 60-cı sualda Belgium is European country. Burada nəyə baxırıq? Şəhər adı da işlətməyəcək. Avropa ölkəsidir. Country burada sayıla bilən tək isimdir. European isə onun təyin edicisidir. Sayıla bilən tək isimlərin qarşısında biz an artiklını işlədirik. Amma burada baxın, Avropa, European sözü sahid səslə başlayır, amma biz onu oxuyanda i oxumuruq ya da oxumuruq. Oxuyuruq. European dediyimizə görə, yəni samit səslə oxuyuruq. Samit səslə oxuduğumuza görə qarşısında artiklını işlədəcəyik. By the Netherlands, from the north, düzgün variant A variantı olacaq. Burada deyirik ki, ölkə şəhər adlarının qarşısında işlətmirik, amma istisna sözlərimiz var. Netherlands, Argentin, sonra Kiev, Ukrayna. Bunların qarşısında istisna şəhərlərimizdir ki, onların qarşısında biz artiklını işlədirik. Netherlands da onlardan biri olduğuna görə z artiklını işlədirik. From söz yönü və yer bildirən söz gəlirsə z artiklını işlədirik. Düzgün variant A variantı olacaq. Növbəti suala baxırıq. Sun is millions of miles from away the earth. Earth bir dəqiqə. Earth, sun dünyada tək olan isimlərdir. Hər ikisinin qarşısında z artiklını işlədirəm. Düzgün variant Y variantı olacaq. 62-ci suala baxırıq. They went to the station. To the station. Burada söz yönü yer bildirən varsa işlədəcəyik z-ni. On the bus, on a bus this morning. This morning'in qarşısında işlətməyəcəyik article. They went to the station on the bus. On the bus, on a bus da deyə bilərik. Bir dəqiqə variantları əsasən seçəcəm bunu. Çünki biz on the bus avtobusda deyə də bilərik. On a bus avtobus vasitəsilə də deyə bilərik. Yəni burada avtobusda deyəndə z artiklını işlədə bilirik. Avtobusda deyəndə z artiklını işlədə bilir. Avtobus vasitəsi, yəni avtobus ilə deyiriksə, onda artiklını işlədəcək. Burada düzgün variant B variantı olacaq. Birincidə var, ikincidə z-ni qoya da bilərik, də qoya bilərik. Amma üçüncüdə heç nə olmayacaq. Ona görə düzgün variantımız B-ni götürəcəyik. 63-cü suala baxırıq. My teacher lives in. House sayıla bilən tək isimdir. Qarşısında təyin ediciyə görə an old house, köhnə bir evdə yaşayır. Near the center of the town. An
Z artiklı düzgün variantımız burada olacaq. D variantı. 64-cü suala baxırıq. 64-cü sualda nə var? Moon'u görürəm. Moon yuxarıda qeyd etdik. Sun, moon bunların qarşısında Z artiklını işlədirik. Yuxarıda dediği sıra sayılarının qarşısında the fifth longest dediğimiz zaman Z artiklını işlədirik. Yəni ikincidə də Z artiklı var. In the solar system deyiriksə, burada da Z artiklı işlədəcək düzgün variant B variantıdır. 64-cü sualda. 65-ci suala baxırıq. 65-ci sualda I think coffee which is grown in Kenya tastes best. Aha. Nə var burada? Kofe sayılı, burada ümumi məlumat gedir. Yəni mən deyir, məncə kofe Kenyada yetişdirilən kofe ən dadlı hesab olunur, ən yaxşısı hesab olunur. Burada Kenya şəhər adıdır. Bunun qarşısında Z artiklını işlətməyəcək. Buradan B-ni, D-ni çıxırıq. Y-ni də çıxırıq. Burada da kofe sayılı bilmən isim olduğuna görə A-nı da çıxsaq düzgün variant C variantı olacaq. Best sifətin üstünlük dərəcəsidir. Qarşısında Z artiklı var. Kofe sayılı bilməyən isimdir. E-n artiklını işlətmirik. Qalacaq C variantı 65-ci sualda. Keçdik 66-cı suala. 66-cı sualda nə var? There was strange woman. Woman sayıla bilən tək isimdir. Qarşısında E artiklını işlədirəm. In cafeteria, in the cafeteria, at lunch today. At lunch, at dinner, at bedtime. Bu zaman ifadələri var ki, bunların qarşısında at sözünü işlətdiyimiz zaman artikla ehtiyac yoxdur. E, Z, heç nəsiz. Bu da B variantı olacaq. No özündən sonra artikl gətirmir dedik. Bunu burada artiklsız verəcəyik. 67-ci suala baxırıq. Sit on the floor. Bunu artıq qeyd etdik ki, yer bildirən söz önlərindən sonra Z artiklını işlədirik. Düzgün variantımız burada A variantı olur. Növbəti suala baxırıq. Növbəti sualımız 68-ci sualdır. Some people think that money is... Bəzi insanlar düşünür ki, pul sayıla bilməyən isimdir. Sayıla bilmə, ümumi bir məlumat verir pul haqqında. Həyatda vacib şeylərdən bir, ən vacib şeydir. Pul sayıla bilməyən isimdir. Sayıla bilməyən isimin qarşısında en artikl işlətmir. Ümumi məlumat verdiyinə görə Z artiklını da işlətmirik. Most important Z artiklını verəcəyik. Birincidə yoxdur, ikincidə var. Bu da C variantı doğru variantdır. His father had accident. Qəza törətdi atası. 69-cu suala baxırıq. Had an accident. Burada nə var? Yuxarıda biz artıq have-in birləşmələrində have breakfast, have dinner dedik ki, onlarda yemək adlarında biz artikl işlətmirik. Amma have-in digər birləşmələrində biz orada artikl işlədirik. Məsələn, have a rest, have a shower, have an accident kimi orada artikl işlədirik. Yəni birinci tərəfdə an artiklını işlədəcəyik. Accident sayıla, daha doğrusu sayı səslə başladığına görə verəcəyik an artiklını. On the way, bu da bir ifadədir. On the way home, yolun üstündə, evə gedərkən yolda deyəndə Z artiklını verəcəyik. On the way. Deməli, düzgün variant burada Y variantı oldu. 70-ci suala baxırıq. 70-ci sualda Greenland yer adıdır. Burada artikla ehtiyac yoxdur. An Iceland adadır. Iceland sayıla bilən tək isimdir. Sayıla bilən tək isimlərin qarşısında an artiklını işlədirik. Sayı səslə başladığına görə an artiklını işlətdik. Arctic and Atlantic Oceans, ocean qarşısında Z artiklını işlədəcəyik. Burada da olacaq düzgün variant. D variantı. Növbəti suallarımıza baxırıq. 71-ci suala baxırıq. I think healthy.
is more important than money. Burada da ümumi bir məlumat verir. Məncə deyir, sağlıq puldan daha dəyərlidir. Sayıla bilməyən ümumi məlumat verdiyinə görə Z artiklına ehtiyac yoxdur. Healthy money sayıla bilməyən isim olduğuna görə an artiklına da ehtiyac yoxdur. Healthy money sayıla bilməyən isim olduğuna görə qarşısında an artiklına da ehtiyac yoxdur. İşlətməyəcək. More important da burada əslində sifətin adi və üstünlük dərəcəsində özündən sonra bir isim gələrsə, o zaman artiklda mütləq isim varsa artiklda var. Burada isim olmadığına görə artiklda olmayacaq. Yəni heç birisində article yoxdur. 71-ci sualda düzgün variant A variantı olacaq. If you want to make bread sayıla bilməyən isimdir. Article-a ehtiyac yoxdur. You will need to buy flour sayıla bilməyən isimdir. Yenə article-a ehtiyac yoxdur. Çörək düzəltmək istəyirsənsə, ona un lazımdır. 72-ci sualda da düzgün variant D variantı olacaq. The President of the United States, burada States'e görə Z artiklını verəcəyik. Oflu birləşmələrdə burada Z var. Z artiklını işlədəcəyik. Was elected last year. Burada isə heç bir article yoxdur. Artıq dəfələrlə bunu dedik. Düzgün variant B variantı olacaq. 74-cü suala baxırıq. Hilton is one of the most expensive hotels in Baku. Burada baxırıq nəyə? Hilton, oteldir. Hansı oteldir? Artıq məlum olduğuna görə Hilton the most Bakunun da qarşısında olmayacaq. The Hilton is one of the most expensive hotels in Baku. Düzgün variantımız 74'də. Hansı variant oldu? Z bu tərəfdə olmayacaq. Y variantı doğru variantdır. Növbəti suallara baxırıq. Növbəti sualımızda largest sifətin üstünlük dərəcəsi qarşısında Z artiklı var. In China deyirsə burada şəhər adıdır. Qarşısında article olmayacaq. D variantımız düzgün variant olacaq. Charles Dickens was famous writer. Sayıla bilən tək isimdir. Qarşısında artiklı işlədəcək. Both Great Britain'da article yoxdur, amma state sözünün qarşısında article var. Burada da düzgün variantımız article yoxdur. Z, B variantı doğru variantı. Berlin is the capital of the Germany and one of the Berlin şəhər adıdır olmayacaq. The capital var. The largest sifətin üstünlük dərəcəsi də var. Europe sözünün qarşısında article yoxdur. 77-də düzgün variantımız A variantı olacaq. Növbəti suallara baxaq. 78-ci suala. 78-ci sualda you should choose second road on the left. Second sıra sayıdır. Qarşısında Z article işlədirik. On the right, on the left işlətdiyimiz zaman Z artiklını veririk. Hər ikisində Z var. Düzgün variant C variantıdır. No artıq özündən sonra article gətirməyəcək. I had to take taxi. Mən deyir taksi götürməli oldum. Take a taxi. Burada article olacaq. Birincidə yoxdur, ikincidə variantı. Burada düzgün variant A variantıdır. 80-cı suala baxırıq. There is garden sayıla bilən tək isimdir. Ona görə artiklını işlədirik. Behind the house Z artiklını verəcəyik. Z, Y variantı doğru variantdır. Most people dedik ki, özündən sonra isim gəlirsə article işlətməyəcəyik. In Scotland yer işlətməyəcəyik. Heç birisində yoxdur. Burada da düzgün variant A variantıdır. Növbəti suala baxırıq. Növbəti sualımız 82-ci sualdır. Burada deməli nə var? By nəqliyyat vasitələri ilə istifadə etdiyimiz zaman özündən sonra article gətirməyəcək. By plane, by bus, by car verdiyimiz zaman, yəni təyyarə ilə, avtobusla, taksi ilə harasa gedirsənsə vasitəsilə dediyimiz zaman burada article işlətməyəcək. On sözündə H, yəni H oxunmur.
an honest olmalıydı. Burada a artiklı olmayacaq. Unique, baxın burada səsə baxırıq deyirik, səsə. Yəni sahit səslə yazılıb, samit səslə oxunur. You oxunduğuna görə bunun qarşısında a artiklı işlətməyimiz doğrudur. 3'ü götürürük. Such a difficult test, such özündən sonra a artiklını gətirir. Testə sayıla bilən olduğuna görə a artiklını işlətməyimiz doğrudur. 3, 4 doğru variant burada A variantı olacaq. 83-cü suala baxırıq. Yenə eyni qayda ilə. An honorary title bir doğrudur. Burada H oxunmadığına görə, sait səslə oxunduğuna görə an işlətməyimiz doğrudur. The last autumn verə bilərik. Ən sonuncu payız deyə bilərik. 2'ni də götürür. A nice uniform verə bilərik. 3. A nice uniform. Last autumn bir dəqiqə. Sonuncu yox. Last autumn əslində verə də bilərik. Sadəcə variantlarda 2 dənəsini götürüb deyinə. A nice uniform verə bilərəm. Uniform sayıla bilən tək isimdir. Qarşısında artiklını verməyim doğrudur. Tell the truth olur. Olmur. 4'ü çıxdım buradan. Burada düzgün variant olacaq 1 ilə 4. Burada düzgün variant yəqin ki 1-3 veribdir. Amma the last autumn sonuncu, ən sonuncu deyəndə burada sonuncu kimi deyil. Last autumn'u yəni keçən payız kimi götürdüyümüzə görə last vermirik. 2'ni çıxdıq. 3 doğrudur. 1-3 doğru variant B variantı olacaq. Növbəti suallara baxırıq. 84-cü sualda 84-cü sualda burada a day before yesterday değil, the day before yesterday olmalıdır. Handsome man doğrudur. Mən sayıla bilən tək isimdir. Qarşısında artiklı verilibdir. Incredible story, an incredible story olmalıdır. Sait səslə başlayır. A delicious lunch, yuxarıda da qeyd etdik ki, lunch, breakfast qarşısında təyin edici varsa, article istifadə edə bilərik. 2, 4 doğru variant A variantıdır. 85-ci suala baxırıq. An English lesson. Baxın burada I səsini verdiyinə görə an işlətməyimiz doğrudur. 1 götürürük. A following day değil, the following day'dir. At the moment işlədirik ifadədir bunlar. On the way yox, on the way şəklində işlədirik. 1-3 doğru variant Y variantı. 86-cı suala baxırıq. 86-cı sualda oxygen sayıla bilməyən isimdir. Qarşısında artikla ehtiyac yoxdur. Verməyəcəyik. An hour bu artiklla işlənir. Burada H oxunmur. Ona görə an ilə işlədirik. Uncle sait səslə dediyinə görə an uncle olmalıdır. Orange portağaldır. Sait səslə olduğuna görə orange'ı götürəcəyik. 2, 3 doğru variantımız C variantıdır. A lovely song, song sayıla bilən isimdir. Qarşısında artiklı verməyimiz doğrudur. In the original olacaq deyil. On the right bu doğrudur. On the left olmalıydı. 1-3 doğru variantımız D variantı. Növbəti suallara baxaq. 88-ci sualda burada nəyə fikir veririk? 2 dənə isim yanaşı gələrsə, bu isimin birincisi təyin edici, əsas isə biz götürəcəyik ikinci isimi. Yəni 2 isim yanaşı gələrsə ikinci ismə baxırıq. Officer sayıla bilən tək isimdir. Qarşısında A artiklını veribdir. Doğrudur. Götürürük. Amma baxın apple trees. Apple deyil trees sözünə baxırıq. Cəmdə olan bir isimdir. Cəm isimdirsə burada an artiklını istifadə etməyəcəyik. Heavy traffic sayıla bilməyən isimdir. Sayıla bilməyən isimlərin qarşısında an artiklı işlətmirik. Amma baxın furniture shop sayıla bilən isimdir. Furniture deyil shop'a baxırıq. Shop sayıla bilən isimdir. Ona görə qarşısında artiklını işlətməyimiz doğrudur. 1-4 A variantı doğru olacaq. 89-cu suala baxırıq. The Baykal doğrudur.
Baykal göl adıdır. Ya Lake Baykal şəklində deyə bilərik, ya da Z Baykal. Yəni ya Z işlənəcək, ya da Z Lake sözü işlənəcək. Bir doğrudur. Z Italians, İtalyanlar deyirik. Millətlərin qarşısında Z artiklını işlədirik. Baxın, burada dedik ya Z'dir, ya da ki Lake sözüdür. İkisini bir yerdə işlədə bilmərik. Z Central America, Amerika yer adıdır. Yer adlarının qarşısında Z artiklını işlətmirik. 1-2 A variantı doğrudur. To have good day. Burada dedik ki have sözünün qarşısında have'in yeməklərlə olan birləşməsində artikel işlədilmir, təyin edici varsa işlədilir. Burada isə digər birləşmələrində biz artiklını işlədirik. Have a good day şəklində. Have a lunch deyə bilmərəm. Have lunch da deməkdir. Give a gift, hədiyyə vermək doğrudur. To give a gift, hədiyyə vermək. The gift olacaq burada. To give a gift doğrudur. Tell a lie doğrudur. Kontekstə olaraq the gift də verə bilərəm, a gift də verə bilərəm. Doğrudur. Düzgün variantımız 3-4 B variantı doğrudur. 91-ci suala baxırıq. 91-ci sualda the Spanish bir dəqiqə. 91-ci suala baxırıq. 91-ci sualda the Spanish doğrudur. İspanlar millət adı olaraq götürür. Doğrudur. Sea, river bunların qarşısında Z artiklını işlədirik. Doğrudur. Baker Street verməyəcəyik burada Z artiklını. Əgər şəhərin, daha doğrusu küçənin rəqəmi, məsələn 5-ci küçə dediyimiz zaman Z artiklını verəcəyik. Burada da avenue bunların qarşısında Z artiklı işlədilmir. Street avenue bunların qarşısında Z artiklı işlədilmir. 1-2 C variantı doğrudur. 91-ci sualda. 92-ci suala baxırıq. By train, bunu bayaq izah etdim. Bəli, veririk. By train nəqliyyat vasitələrini verə bilirik. Hand soap, soap sayıla bilməyən isimdir. Sayıla bilməyən isimlərin qarşısında artiklı işlətməyəcək. Traffic polis cəmi isimdir. Burada artiklı istifadə etməyəcək. Artiklı təki göstərir. Have a shower. Bəli, bu doğrudur. 1-4 doğrudur. Dedi ki, have dinner, have lunch bunlarda işlətmirik, amma have-in digər birləşmələrində artiklını işlədirik. 93-cü suala baxırıq. Furniture sayıla bilməyən isimdir. Qarşısında artikl olmaz. Mən sayıla bilən tək isimdir. Honest'da H oxunmadığına görə ən işlətməyimiz doğrudur. Breakfast, quick breakfast. Bu doğrudur. Breakfast tək olarsa breakfast deyə bilmərəm, amma qabağında təyin edici varsa artiklını işlədirik. Bunu yuxarıda qeyd etdik. Doğrudur. Have good time deyil. Have a good time. Bunu da qeyd etdik. 2-3 doğru variant C variantıdır burada. Növbəti suallara baxırıq. 94-cü suala. 94-cü sual unusual place usual u səsdə samit səs verdiyinə görə artiklını işlətməyimiz doğrudur. İkincidə isə unusual samit səsdir. Artiklı deyil, an artiklı olmalıdır. Honorable sözündə H oxunmur, ənlə işlədilməyi doğrudur. Burada isə hospitable H səsi verir, ona görə ən işlətməyəcəyik, səhvdir. 1-3 doğru variant D variantıdır. 95-ci suala baxırıq. 95-ci sualda smoke sayıla bilməyən isimdir, qarşısında artikl verilməyəcək. Sonra farm sayıla bilən cattle farm. Cattle farm sayıla bilən isimdir. Sayıla bilən isim olduğuna görə qarşısında artiklını verməyimiz doğrudur. Was sayıla bilməyən isimdir. Artiklı işlətməyəcək. 2-4 variantı doğru oldu. Tree sayıla bilən isimdir. Qarşısında artiklını verirəm. To blaze
gitar dedik ki play çalmaq mənasında verəcəyik Z artiklını. Z varsa deməli burada çalmaq deyir. Ona görə biz də burada musiqi alətlərini götürəcəyik. 1 ilə 4-ü götürəcəyik. Düzgün variant B variantı olacaq. Növbəti sualımız 97-ci suala baxırıq. Burada əni görürəm. Bir dəqiqə. Aha. Burada əni görürəm. Ən sayıla bilən tək isimlərin qarşısında işlənir. Advice sayıla bilməyən isimdir. Advice sayıla bilməyən isimdir. Sayıla bilməyən isim olduğuna görə ən artiklı ilə işlədilməz. Bunu çıxdıq. Mail sözü də sayıla bilməyən isimdir. Detail, idea sözləri isə sayıla bilən isimlərdir. Ona görə ən artiklına verə bilərəm. 2-3 doğru variantı Y variantıdır. Holiday, burada nəyə baxırıq? Ümumiyyətlə, belə deyək də, very deyə bir şey yoxdur, bunu silirəm. So, holiday sözü burada isimdir. So, özündən sonra isim gətirmir, çıxıram. Quite a funny holiday, such a funny holiday işlədə bilirəm. 3-4 B variantı doğrudur. Növbəti suallara baxırıq. 99-cu sualda a bad food. Food sayıla bilməyən isimdir. Artiklın işlədilmir. Pencil case verə bilərik. A pencil case. Football field, futbol sahəsi işlədə bilərik. Pencils burada cəm isimdir. E artiklının işlənməz. 2-3 doğru variant A variantı. 100-cü suala baxırıq. United Kingdom deyil, Z United Kingdom olacaq. University diploma verə bilərik. 3-ü götürək buradan. An ugly dog verə bilərik. Bir dəqiqə. 2-ni götürdük. 100-cü sualda düzgün variantımız olacaq. B variantı 2-3 doğrudur. Burada 4-cünü izah eləyim. 4-cüdə our sözündə age oxunmadığına görə E yox, ən olmalıdır. B variantı doğrudur. Növbəti suallarımıza baxaq. Növbəti sualımız 101-ci sual. Gi sayıla bilən cəm isimdir. E artiklı ilə işlədilməz. E artiklı ilə advice sayıla bilməyən isimdir, işlədilməz. 2-4 doğrudur. Russian. Russian burada məsələn Russian mən, Rus bir adam burada təyin edici kimi, Rusiyalı kimi götürürük. E artiklı the Russians Ruslar millət olaraq götürdüyümüzə görə 101-də D variantı doğrudur. 102-yə baxırıq. Code sayıla bilən isimdir. Qarşısında E artiklı vermək doğrudur. Pudding sayıla bilməyən isimdir. E artiklından işlədilməz. Water sayıla bilməyən isimdir. Artiklından işlədilməz. Artiklından işlədilməz. Pudding işlədilməz. Burada 1-4 doğru variant, Y variantı oldu. 103-cü suala baxırıq. Oven qaz peçi deməkdir. Qaz oven elə qaz peçi deməkdir. E artiklına sayıla bilən tək isimdir. Bir alətdir, ona görə götürürük. Gold, poor gold maddə materiallar sayılmır. E artiklından işlədilməz. Bir də meat işlədilməz. 1-3 B variantı doğrudur. 104-cü suala baxırıq. And England 104-cü sualda England şəhər adıdır. Qarşısında ən artiklı verməyəcəyik. Özündən sonra isim gələrsə ən artiklını verə bilərəm. Ona görə burada biri çıxdım. An Englishman istifadə edə bilərəm. Baxın, burada mən sayıla bilən tək isimdir. An Englishman deyə bilərəm. 3-ü götürürəm. Useful idea. Idea sayıla bilən isimdir. Useful-da U samit səslə başladığına görə E artiklını verməyimiz doğrudur. Amma burada easy sait səslə başlayır. E artiklını verə bilmərəm, səhvdir.
2, 3 doğru variant Y variantıdır. Növbəti suallara baxırıq. 105-ci suala. 105-ci sualda have code sayıla bilən isimdir, işlədə bilərəm. Hair sayıla bilməyən isimdir, artiklı olmaz. A long way, uzun yol deyə bilərəm. Ugly sait səslə başlayır. Yox, ən olmalıydı. 1, 4 doğru variant A variantıdır. 106-cı suala baxırıq. Closes cəm isimdir, işlədilməz. Trees 2-ni götürürəm. Təkdir an apple tree verə bilərəm. An empty bag verə biləm. Bag heç sayıla bilməyən isimdir. Article işlədilməz. 2, 3 Y variantı doğrudur. Play sözünü dedik ki, oyunlarda oynamaq mənasıyla verəndə Z article işlədilməz. The most popular verə bilərəm. The next page, növbəti o biri səhifə verə bilərəm. Amma last week-də Z article-ını işlədə bilmərik. 2, 3 doğru variant D variantıdır. Növbəti suala baxırıq. 108-ci suala. 108-ci sualda ocean qarşısında Z artiklı verilir. Lake ya da Z olmalıdır. İkisi bir yerde olmaz. The Japanese, Japonlar millət olaraq götürəndə veririk. The Germany verməyəcəyik. 1, 3 doğru variant 108'də Y variantıdır. 109-cu suala baxırıq. Have a headache dedik ki, have-in digər birləşmələrində article olur. Have a toothache olmalıdır. İşlətməyəcəyik. Have dinə deyil. Have supper doğrudur. 1, 4 C variantı doğrudur. Play the tennis. Play oynamaq mənasında Z artiklını işlətmirik. Play the piano çalmaq mənasında işlədəcəyik. Drought oyundur. Z artiklını verməyibdir, doğrudur. Play the violin olmalıdır. Yoxdur. 2, 3 doğru variant D variantıdır. Digər suallara baxırıq. 111 universal person doğrudur. Sait səslə başlayır. 1 doğrudur. Unusual, sait səslə başlayır. An artiklı olmalıdır. Usual dediyinə görə artiklını verə bilərəm. Useless thing, burada an yox, useless. Çünki samit səsi eşidirəm. 1, 3 A variantı doğrudur. 112-ci suala baxırıq. The most important issue 112-ci sualda most issue verə bilərəm. Sayıla bilən isimdir. Sifətin üstünlük dərəcəsidir. Most children deyirəmsə Z artiklı olmayacaq. Last Sunday Z artiklı olmayacaq. The last lesson bəli burada olacaq. 1, 4 doğru variant Y variantıdır. Yuxarıda bunlara aid çoxlu izahatlar vermişəm. 113-cü suala baxırıq. Next meeting, the next meeting olar. Biri çıxdıq. Friend sayıla bilən tək isimdir, götürürük. Wide road götürürük. Road sayıla bilən tək isimdir. Fit cəmdədir. Artiklı olmaz. 2, 3 A variantı doğrudur. Növbəti suallara baxırıq. 114-cü sualda soap sayıla bilməyən isimdir. Artiklə işlədilməz. Music sayıla bilməyən isimdir. Artiklə işlənə bilməz. Line xətt deməkdir. Cook aşpaz deməkdir. İşlədə bilərik artiklı ilə. Doğrudur verməyi. 3, 4 doğru variant C variantı. 115-ci suala baxırıq. Information sayılmır. Qarşısında artikl verə bilmərəm. European country sayıla bilən tək isimdir. Burada da samit səs eşitdiyimə görə artiklını işlətməyim doğrudur. Honest olacaq. Yəni burada age oxunmur. Artiklını işlətməli deyildim. An artiklı verməliydim. Olmayacaq. Burada isə useless samit səs eşidirəm deyən artiklı doğrudur. 2, 4 D variantı doğrudur. Honorable dediyimə burada age işlətmədiyimə görə anı an verməyim doğrudur. 1 düzdür. News program 2 doğrudur. Program sayıla bilən tək isimdir. Homeless people cəmdədir. Artiklı olmaz. Children cəmdədir. Artiklı olmaz. 1, 2 Y variantı doğrudur.
117-ci suala baxırıq. 117-ci sualda unbelievable event, burada an artiklını verməyimiz doğrudur. Juice sayıla bilməyən isimdir, artiklının işlədilməz. Rain sayıla bilməyən isimdir, artiklının işlədilə bilməz. Bir dəqiqə, orange juice. 117-ci sualda traffic sözü, traffic jam, bəli sayılır. Traffic özü sayılmır, amma traffic jam sözü sayılır. 1-4 doğrudur C variantı. 117-ci sualda. 118-ci suala baxırıq. Japanese food sayıla bilməyən isimdir, artiklından vermə. A football match sayıla bilən tək isimdir, artiklının işlədə biləri. News sayıla bilməyən isimdir, artiklının işlədilmir. Door sayıla bilir, 2-4 A variantı doğrudur. Shirt sayıla bilən isimdir, artiklının işlənməsi doğrudur. 119-cu suala baxırıq. Police cəm isimdir, artiklının işlədilməz. Table sayıla bilən isimdir, verə bilərəm. Toys cəm isimdir, artiklından vermərik. 1-3 doğru variant D variantıdır. 120-ci suala baxırıq. Teas cəm isimdir, cəm isim artiklının işlədilməz. Shop verə bilərik, closes shop. Shop ikinci isimə baxıram, ikinci isim təkdədirsə artikl verirəm. Report təkdədirsə artikl verirəm. Fönücə sayıla bilməyən isimdir, artikl işlətməri. 2-3 doğru variant B variantı. Taj Mahal is located in Agra. 121-ci suala baxırıq. Taj Mahal Z artiklını verəcəyik. Taj Mahal, Taj Mahal tarixi abidədir. Veririk. Agra yer adıdır, işlətməyəcəyik. A city in Northern India şəhər adlarının qarşısında işlətmirik. Bir əvvəldə var Z artiklı, doğru variant A variantıdır. 122-ci suala baxırıq. Mount Fuji tək zirvələrin qarşısında işlətmirik. Burada Iceland tək adaların qarşısında işlətmirik, amma dağ silsilələri, ada qrupları varsa qarşısında Z artiklını işlədəcəyik. Coast, near Pacific Coast. Pacific okean adıdır, okeanların qarşısında Z artiklını işlədirik. Düzgün variant burada Y variantı olacaq. Növbəti suala 123-cü suala baxırıq. 123-cü sualda düzgün variantımız Germany is washed by. Germany Almanya deməkdir. Z artiklı işlətməyəcək, yer bildirir. C-nin qarşısında Z artiklı var. Burada da var. Hər ikisində də C variantı doğru olacaq. 124-cü suala baxırıq. The River Thames çayların qarşısında işlədirik. Dedik ki, yəlik halın qarşısında artikl vermir. England, İngiltərənin, second, amma sifətin üstünlük dərəcəsinin qarşısında Z artiklını işlədəcəyik. Düzgün variant burada yenə C variantı olacaq. 125-ci suala baxırıq. The capital of, burada veririk. Baxın, United Arab Emirates sözünün qarşısında veririk. Bunu demişdik yuxarıda. İşlədəcəyik 125-ci sualda verəcəyik, amma burada şəhər adı yer olduğuna görə verməyəcəyik. Dubai'də yer adı olduğuna görə istifadə etməyəcəyik. Düzgün variant burada 1-2-də var, 3-4-də yoxdur. Y variantıdır. Lake sözünün qarşısında verməyəcəyik. Oflu birləşmələrdə Z artiklını veririk. Like, yenə lake sözünün qarşısında işlətməyəcəyik. Burada düzgün variant. Bir dənə ikincidə işlətdik. D variantı doğru variantdır. Növbəti suallarımıza baxırıq. 127-ci suala baxırıq. 127-ci sualda burada bax, Iceland verirəm. Adalar, Pacific Ocean, okean sözünün qarşısında işlədirik. Yəni, Sakit Okeanın adaları deyəndə, Sakit Okeandakı adalar. Artıq burada Iceland sözünün qarşısında Z artiklını işlətmək, yəni hansı adalardan söhbət gedir məlum olduğuna görə Z artiklını işlətdik. Ona görə ocean sözünün qarşısında işlədirik.
Offer fantastic beaches, burada beach yəni möhtəşəm sahilləri təklif edir. Heç bir artikla ehtiyac yoxdur. D variantı doğrudur. Say cross Black Sea, Z artiklı var. C-nin qarşısında. By boat deyirəmsə, burada nəqliyyat vasitəsilə istifadə ediriksə, by boat-da heç bir artikl olmayacaq. Düzgün variant C variantıdır burada. 129-cu suala baxırıq. 129-cu sualda oflu birləşmələrdə Z-ni işlədirik. Səhraların da qarşısında Z-ni veririk. Hər ikisində var. A variantı doğrudur. 130-cu suala baxırıq. Wild horses live in Gobi deserts. Burada səhraların qarşısında işlədirik Z artiklını, amma wild horses işlətməyəcəyik. Vəhşi atlar Gobi səhrasında yaşayır. Hansısa vəhşi atlardan söhbət gedir bilmirik. Ona görə Z-ni işlətməyəcəyik. Horses burada cəm isimdir. Ona görə də E artiklını işlətməyimizə ehtiyac yoxdur. Düzgün variant Y variantıdır. Burada Alps 131-ci suala baxırıq. Dağ adları olduğuna görə Z artiklını işlədəcəyik. Oflu birləşmələrdə, burada oflu birləşmələrdə a part of işlədəcəyik. Bunu artıq bilirik də, a part of, a number of, daha doğrusu a part of, a group of, a piece of işlədəndə burada e artiklını işlədirik. Burada da yenə Alps olduğuna görə Z artiklını işlədəcəyik. Düzgün variantımız D variantı olacaq. 132-ci suala baxırıq. 132-ci sualda 132-ci sualda deməli biz yuxarıda qeyd etdim ki, şəhər adlarının qarşısında Z artiklı işlədilmir, amma istisna şəhərlərin adlarını çəkmişdim. Hague bunlardan biridir, bir də Niderland bunlardan biridir. Ukrayna var, Argentin var. Bunlar şəhər adları olsa da istisna adlardandır ki, onların qarşısında Z artiklını işlədirik. Düzgün variant burada B variantı olacaq. 133-cü və nəhayət sonuncu suala baxırıq. She doesn't speak Japanese. Speak Japanese deyiriksə, Yapon dilidir. Burada dillərin qarşısında article işlətmirik. At school with students. With the students, şagirdlər ilə. Hansı o deyir, məktəbdə şagirdləri ilə, yəni məlum özünün şagirdləri ilə Yapon dilində Yaponca danışmır. Ona görə düzgün variant burada Y variantı olacaq. Artikl mövzusu haqqında bu qədərə uzundur, sıxıcı ola bilər, amma müəyyən şeyləri özünüzdə qeyd mütləq aparın. Hər hansı bir sualınız olarsa verməkdən çəkinməyin. Sona qədər dinlədiyiniz üçün də təşəkkür edirəm.